Hər kəsə salam, kanalımın dəyərli xanımları. Bugün sizinlə birlikdə koridordakı şkafı yığışdırıram. Bundan öncəki vlogda düzəltdiyim qutuları burada düzənləməyə çalışacağam. Axır görüntüsünü mən çox bəyəndim. Siz də bəyənsəz rəylərdə yazarsınız. Deməli, xanımlar, koridordakı şkafı yığışdırmamışdan öncə buradan kurtkaları yığışdırıram. Yığışdırıram ki, həm silib təmizləyim, həm də ki, buradan da veriləcək 1-2 kurtka var. Onları müəyyənləşdirim, verim ehtiyacı olana. Əslində yığışdırarkən düşünürdüm ki, xeyli kurtkanı buradan yığışdıraram, ehtiyacı olan birinə verərəm. Amma yığışdırarkən gördüm ki, bundan öncə yığışdırdığım zaman xeyli kurtkanı vermişdim ehtiyacı olana. Sözün düzü, bu dəfə veriləsi çox az paltar oldu. Bunun da səbəbi odur ki, mənim qızımın boyu artıq mənim boydadır. Bəzi pencəklərim, kurtkalarım var ki, Leylaya olur. Düşünürəm ki, mənim geyinmədiklərimi heç olmasa Leyla həyətdə geyinə bilər. Buna görə də bəzisini saxladım Leylaya, 1-2 dənəsini də verəcəm ehtiyacı olana. Artıq məni tanıyırsınız, bilirsiniz ki, paneli yığışdırarkən mütləq kiməsə nəsə pay verməliyəm. Bu mənim özümə qoyduğum qanundur. Demək, xanımlar, mahnı yerləşdirməkdənsə istədim sizinlə biraz danışım. Mənə bir çox xanımlar yazır ki, üzvüzə nə tətbiq edirsiniz? Üzə baxım məhsullarınızdan bizə də göstərin. Hansı vasitələrdən istifadə edirsiniz? Mən də həmən xanımlara yazırdım ki, mən üzümü göstərmirəm. Bunu etmək nə dərəcədə doğru olar? Onlar da mənə yazırdılar ki, eybi yoxdur. Öz üzündə göstərmə, amma bizə göstər ki, hansı məhsullardan istifadə edirsən. Mən də belə qərara gəlirəm ki, növbəti vloqların birində bu haqda vloq çəkim. Hansı məhsuldan istifadə edirəm, hansı məhsullarla üzümü yuyuram, hansı baxım vasitələrini üzümə tətbiq edirəmsə, hamısını bir-bir çəkim sizə göstərim. Əgər bunu çox istəyirsinizsə, növbəti vloqların birində bu haqda vloq çəkərəm. Öz bildiklərimdən də biraz sizə məsləhət verərəm. Bunu çox istəyənlər mütləq rəydə mənə bildirsin ki, növbəti vloqu ona görə hazırlayım. Və xanımlar, burada da gördüyünüz kimi kurtkaları ayırıram. Hansı gedəcəksə, hansı mənimlə qalacaqsa, onları müəyyənləşdirirəm. Gördüyünüz kimi xanımlar, mənim 2 dənə qara kurtkam var. Biri uzundur, digəri isə nisbətən qısadır. Kurtkanın biri britalnidir, digəri isə oversizedir. Yəni ki, biri bədənə yapışandır, biri isə enlidir. Deyə bilərsiniz ki, bunların ikisi də bir-birinə oxşuyur. Niyə 2 dənə eyni kurtka almısan? Amma belə ikisi bir-birinə oxşasa da əyində tam fərqli görsənir. Belə görürəm ki, uzun olanı qızım üçün saxlayıram, amma oversize olanı özüm geyinərəm. Bu ağ pencəyi isə xanımlar kojadır, heç geyinməmişəm. Bundan sonra da geyinməyəcəm. Qızıma verməməkdə səbəb odur ki, qolları uzundur. Hətta bu pencəyin qolları mənə də uzun olduğuna görə verəcəm ehtiyacı olana. Amma nə zərər görüb, nə də defekti var. Təptəzədir, demək olar ki, geyinilməyib. Xanımlar, mənim anamgildə Hövsanda bir qonşu var. Onun kirayədə qalır. Uşağının biri isə fiziki qüsurludur. Yoldaşı da onu atıb çıxıb getdiyinə görə mən nə varsa yığıb aparıram ona. Mənə elə gəlir ki, ehtiyacı olana kömək etmək bizim borcumuzdur. Bunu edəndə də ruhum qidalanır, özümü çox xoşbəxt hiss edirəm və sizə də bu duyğunu yaşamağa məsləhət görürəm.
Və xanımlar, hər zaman olduğu kimi yenə də açıq saçla iş görə bilmədim. İşimi yarımçıq saxladım ki, saçımı hörüm, sonra işimə davam edərəm. İndi düşünə bilərsiniz ki, elə bunu öncədən hörərdim, day işimi yarımçıq saxlamazdım. Amma hər zaman da istəyirəm ki, saçımı açıq saxlayım, yaxşı görsənim. Görürəm ki, bu mümkün olmur. Mən əyilib qalxdıqca saçım mənə mane olur. Və yenidən başlayıram kör peşman saçımı hörüb işimə davam etməyə. Xanımlar, görürsüz, mən artıq başlamışam qutulara paltarlar yığmağa. Qutulara yerləşdirdiyim paltarlar sadəcə həyətdə geyindiyimiz jaketlərdir. Bəzən olur da həyətə çıxırıq, soyuq olur, jaket geyinirik. Bax, həmən jaketləri qutulara yerləşdirirəm ki, həm şifanerdə düzənli görsənsinlər, həm də bəzən uşağa deyirəm ki, həyətə çıxanda əynivə jaket geyin. Bir jiletkanı götürərkən digərlərini dağıtmış olur. Amma belə qutularda saxlayanda birini götürsə də digərləri olduğu kimi qalır. Bu qutuların da ən böyük faydası budur. Axırda özünüzdə görəcəksiniz ki, şifanerdə necə estetik görsənir. Elə xanım var ki, şifaneri gec-gec yığışdırır. Elə xanımlar üçün də bu qutular əla avantajdır. Lap qutuda paltarlar səliqəsiz də qalsa, kənardan qətiyyən görsənməyəcək. Mənə elə gəlir ki, bu səbəbdən də hər kəs bu qutulardan faydalanmalıdır. Baxın xanımlar, mən bu qutuların birinə sırf ev damaşniklarını yerləşdirirəm. Hər kəsin evində ev damaşnikları şifanerdə düzənsiz görüntü yaradır. Amma belə qutulara yerləşdirəndə görün necə səliqəli görsənir. Qutularda səliqəsiz qalsalar da kənardan əsla görsənmir. Xanımlar, bu qədər çox danışarkən bir xanımın rəyi yadıma düşür. Bloqların birində mənə yazmışdı ki, çox danışırsan, səsin başıma düşür. Çox danışmışamsa, səsim sizi narahat edibsə, üzürlü hesab edin. Çünki istəyirəm ki, hər şeyi detallı izah edim ki, siz mənim neynəmək istədiyimi anlayasınız. Bəzən belə bir rəylərə rast gələndə insan bilmir ki, neynəsin. Misal üçün, elə xanım var yazır ki, musiqi qoyma, sən ancaq danış. Amma bəzən də belə olur ki, mənim danışığım kimisə narahat edir. O zaman nə edəcəyimi də bilmirəm. Düşünürəm ki, musiqi də qoysam, deyəcəklər heç danışmırsan, yalnız musiqiyə qulaq asırıq. Xanımlar, bu sandıqçalara da mən yalnız papaqları yığıram. Bilirsiniz də, şifanerdə də papaqlar çox olduğuna görə düzənsiz görüntü yaranır. Sırf düzənsiz görüntü olmasın deyə belə bir sandıqçalar almışam ki, yığıram papaqları sandıqçaya. Həm bir yerdə olduqlarını bilirəm, həm də ki, görüntü olaraq gözəl görsənir. Bu sandıqçaların da xanımlar, bir dənəsini 1 manat 20 qəpiyə əldə etmişəm. 1 manatlıq mağazinlərdə olur, amma mən başqa bir mağazindən almışdım. Sözün düzü, mağazinin adını unutmuşam. Amma ki, 1 manatlıq mağazində olur. Bunlara siz tək papaqları yox, elə ev damaşniklarını da yığa bilərsiniz. Kəmərləri, corabları, ümumiyyətlə şifanerdə xırda-xuruş görsənən nə əşya varsa, belə sandıqçalara yığanda şifanerdə çox düzənli görsənir. Hər zaman mən belə sandıqçaları zapas alıb saxlayıram ki, bunların zamokları tez xarab olduğuna görə evdə zapas olsun ki, istifadə edə bilim. Və xanımlar, keçmişəm yuxarıdan ayaqqabıları düşürtməyə. Amma diqqət eləsəz görərsiniz ki, bizim koridordakı şkaf düz patoloka kimidir. Yəni, orada gördüyünüz ruçka da açılır yuxarı və o yuxarı hissədə də xeyli ayaqqabı var. Amma təəssüflər olsun ki, yoldaşım burada olarkən o ayaqqabıları yığmışdım ora. İndi götürə bilmirəm, ayaqqabılar qalıb orada. Məcbur əlimdə nə ayaqqabı varsa onu geyinirik. Gözləyirəm ki, yoldaşım gəlsin, yuxarıdakı ayaqqabıları düşürdək aşağı. Təsəvvür eləyin ki, xanımlar, həmən o yuxarıdakı
polkanın ruçkasına əlim güclə çatır. Bir gün istədim ki, o şkafın daxilindəki ayaqqabıları düşürdüm aşağı, qapağını açdım və bağlaya bilmədim. Təəssüf ki, yuxarı hissə dərin olduğuna görə heç bir ayaqqabını da oradan götürə bilmədim. Əksinə özümə iş açdım. Yuxarı hissənin qapağını axırda şvabırla bağladım. Çünki qapaq yuxarı qalxdığına görə əlim qətiyyən çatmır. Sırf bu səbəbdən nə yuxarını təmizləyə bilirəm. Baxın xanımlar, gördüyünüz kimi qapağı əlimdən buraxmıram ki, yuxarı qalxsa bir də onu tuta bilmirəm. Bu il geyinə biləcəyimiz qış ayaqqabılarını, əlimdə olanları düşürtdüm aşağı. Aşağıdakı yay ayaqqabılarını da yığacam yuxarı.
Və xanımlar, artıq işim yekunlaşır. Şkafın aşağı hissələrini bitirdim. Qaldı bu yuxarı hissə. Bu yuxarı hissəni heç cür istədiyim kimi düzənləyə bilmirəm. Səbəbi də odur ki, korobkalar müxtəlif formadadır. Neynəsəm də istədiyim kimi düzən yarada bilməyəcəm. Ona görə də çalışacağam ki, bura üçün eyni boyda korobkaları ya tapım, ya da ki düzəldim. Hər şkafın qapılarını açıb yuxarıdakı düzənsizliyi görəndə narahat oluram, istəyirəm ki, bir an öncə ora düzəlsin. İnşallah ki, yuxarı hissəni də düzəldərəm. Düzəldərkən də mütləq sizinlə birlikdə edərəm. Xanımlar, axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Çünki bu mənim yeni kanalımdır. Mənim köhnə izləyicilərimin bir çoxu bunu bilmir. Adım və şəklim eyni olduğuna görə YouTube məni yenidən onların qarşısına çıxardır və bunun yeni kanal olduğunu bilmədən izləyirlər. Buradan bildirmək istəyirəm ki, bu kanalım yenidir. Əgər bəyənirsinizsə, abunə olmağı unutmayın. Sizin hər abunə olmağınız, rəyiniz mənim üçün çox önəmlidir. Sizin üçün sadəcə bir tıklama mənim üçün kanalımın böyüməyi deməkdir. Hər yazdığınız rəyi bir-bir özüm oxuyuram, və mütləq cavablandırıram. Gözəl rəylərinizi oxuyarkən qürur duyuram. Və xanımlar, şkafın sonunu da sizə göstərmək istəyirəm. Tutqalar olan hissə neynəsək də yalnız bu qədər düzənli ola bilər. Yuxarı hissəni bayaq dediyim kimi, əsas olan bu düzəltdiyim korobkaları yerləşdirmək idi. Görürsünüz xanımlar, şifanerdə çox estetik görsənir, düzənsizliyi aradan qaldırıb və şifanerin qapısını açarkən də gözə xoş görsənir. Şkafın aşağı hissəsinə keçdikdə yalnız gündəlik geyinilən ayaqqabıları bura qoymuşam. Düzün desəm, demək olar ki, mən bu ayaqqabıları geyinmirəm. Çünki mən uşağı məktəbə aparmaq üçün evdən çıxıram və gedəndə də maşınla gedirəm. Bu ayaqqabıları geyinməyə ehtiyac duymuram. Demək olar ki, kəndin içinə çıxarkən yalnız başmaqla gedirəm. Başmaq deyəndə də xanımlar, elə ayaqqabıya oxşuyur, heç bilinmir ki, başmaqdır. Nadir hallarda bu ayaqqabılardan istifadə edirəm. Xanımlar, sizinlə sağollaşıram. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.